Salam uşaqlar, bugün Brawl Stars oynayacağıq. 48338 kupayam və 19 prestijim var. 20-ci prestiji bundan eləyəcəm. Ona görə video çəkirik. İndi oyunumuza başlayacağıq. Videoya, kanala abone olup like atmayı unutmayın dostlar. Burada bir daha dostum var, çok qəşəng oynayır da, yəni 563'dür Prestige 2 Sirius. Məndə də nə qədərdir gözlə. Məndə 596'dır. Hə, indi kulübümüzə gəlin demək istəyərdim, amma 30 nəfərdir də, yəni. Birini atmaq olar. Məncə buradakının ən aşağısını ataq, bunu ataq. Gəlmək istəyən gəlsin, gəlmək istəməyən, yəni bilmirəm də, gəlin məncə. Burada birlikdə kupa kasarıq sizlə. İndi də oyuna başlayaq. Başladıq. 941 kupadır mənim bulum. Bunun minə kasıcı uşaqlar. İndi inşallah tez olar da, yəni gec olsun istəmirəm. Mən bir ay əvvəl 33.000 kupaydım. İndi də 48.000 kupayam. Yəni ayı kimi kasıram deyim ki, eşşək kimi elə. Mən çox əmək elədim. Çox kastım da, yəni 33.000 kupadan və ölürəm. Əsəbləşirəm. Rico Budget. Bu arada Azərbaycanlıyam, amma türk dilini də danışıram. Çünki videoda, yəni Azərbaycan dilində çox da abone olmurlar. Ona görə arkadaşlar, yəni siz videoya abone olup like atmayı unutmayın birincisi. Çox dəstək olarsınız mənə. Və 300 ya da 400 abonem olmalıdır. Ona görə siz də abone olun. Ya siz də abone olun, like atın. Dəstək olun bizə uşaqlar. Brawl Stars videoları gələcək kanala. 50.000 olduğum video gələr bəlkə. Bəlkə də 25'də prestij olduğum video gələr. Qəşəng olacaq yəni. Burada aranı qatışdıraq deyəndə aranı qatışdıranmədik. Əslində video başlamadan əvvəl mən özüm də kasmışdım. 750 idi, mən 941'ə kastım. Qəşəng bir şəkildə. Bu arada 5-ci iç. Əslində Artiyə cuma istəyirəm, amma Arti öldürər də məni. Arti təhlükəlidir. Ortaya girdik, yəqin ki öləcəyik. Mənim təxminim. Burada kim var idi? Mən buna zoomum bir dənə. Heç nə olmaz. Ölsək də heç nə olmaz deyəndə 4-cü olduq. Yenə də kupa gələcək. 5 kupa gəldi. 946 kupa oldu. Arkadaş eşidə bilərsiniz. Aydim Happy bir Searavendi. Ekləyə bilərsiniz məni. Hamısını da qəbul eləyəcəm. Belə də indi bir dənə də gələk. 950 olmamıza son maç dostlar. İnşallah 1000'ə doğru gedirik. İnşallah da olacaq, 20 prestij olacaq. Görək də neyəcəyik. Nəsib olsa bunun 2 gündən sonra 23 prestij videosu da gələ bilər. Ya da 22 prestij. Yox, ya da bir həftədə ya 25 prestij olma videosu bəlkə gəldi. Çünki mən çox, yəni ayı kimi kasıram. Amma belə bir şey var, mən məktəbliyəm.
Ona elə çox da kasamıram, amma kasmağa çalışıram da. Bir ay içində 15 min kupa kasmışam. Yaxşıdır məncə. Belə də. İndi Colt bura gəlir. Colt ölə bilər. Colt öldü. Yes, kupa qazandıq. Kupanı qazanacağıq deyə. Burada Max olmalıdır deyəsən. Max burada. Max'i öldürmək çətin olacaq. Aksi olsa bəlkə öldürməmək olar. Biz ölə bilərik. Həm də ultisi də var. Ona görə diqqətli olmalıyıq Max'dən. Və onlar cumul var. İki kişi arasında sıkışıb Max. Və getdi bu bloka. Yes. Yes. Şöyle bir emojimizi də çəkəlim. Bunu da qoya bura. Bull. Ay Bull, hardasan? İmparator Samet. Burada İmparator Samet'i öldürdü bu Pizza God. İmparator Samet'i öldürdü. Biz də onu öldürmək olarıq. Ay dost. Bir dənə vuruş vuramadık dostlar. Amma yenə də 957 kupa olduq. Son 43 kupa 20'ye. Burada bir dənə də qaqaş var. 19 prestijli. İndi də Dynamite elədi. Amber'ı kasacaq yəqin ki, ya da Spike ya da Byron'u. Edgar'ı kasmaq çətinləşib. Çünki Edgar indi çox nəfər öldürə bilir. Əvvəl heç kim hardasa öldürəmirdi də. Emzdən, cindən başqa. Çünki onlar itəliyir. Əsəb pozurlar. İndi də Ems Edgar'a keçid vermir. O heç. Özdə Gigi də çox güclüdür də. Yəni Edgar üstünə hoppananda Gigi öldürə bilir onu. Ona görə güclüdür Gigi də. Məndə çox efsanəvi yoxdur. Meg məsələn yoxdur. Meg istəmirəm açıqcası deyim. Şey yoxdur. Spike yoxdur. Spike'ı istəyirəm. Sadəcə sevdiyim efsanəvilər çıxır. Ona görə onu almaq imkanım olmur da. İndi Kenji qalıb. Kenji'ni açacağam. İndi Grey'i açıram. Amma Kenji'ni sonra açacağam. Belə gedəcək də. Kazem də var, amma Kaze çox pis karakterdir mənə görə. Sizin üçün sizə bir soru deyəcəm. Səncə Edgar sizcə Edgar güclüdür yoxsa Sirius? İndiyə görə məncə Sirius. Amma əgər əvvəl gəlsəydi, bundan bir 5-6 ay əvvəl yat. Onda Edgar bunu yəni məncə uda bilərdi. Çünki Edgar o zamanlar çox toksik oyuncu idi. İndi Edgar'ı çox nəfər öldürür. Ona görə biraz pis olur da yəni. Burada Shelly var. Tik var. Tik bu sona necə qalıb? Mən ona şaşıram. Özdə ultisi də var da yəni. Ultisi də var deyə biraz çətin olacaq öldürmək. Şöyle cımdıq ama öldük. Bunlar dostdur ama Shelly onu öldürəcək. Son 967 kupa olduq. Son 33 kupa dostlar. 33 kupadan sonra da 48.397 kupa olacaq. Çətin gedir kasmaq. Hələ ki. Uzundur da ya. İndiki sistem çox asaddır. Amma əvvəlki sistemdə mən kasamırdım. İndi Spencer sağ olsun gətirdi bu sistemi. Mənə çox rahat kasılır da bu sistemdə.
Orada Sirius var. Ben burada pussam. Mənim ilk prestijim Edgar olub, ikinci prestijim Lily olub əvvəlki sezonda. Yəni prestij 1, prestij 2 gəlmədən əvvəl elə olub. Amma Lily'ni kasmaq Edgar'a görə mənə görə daha asan idi. Çünki Lily həm qaçır, həm aksı var, həm ultisi gözəldir, həm hiper şarj yaxşıdır. Edgar'a sizə bir daha tövsiyə edəcəyim şey var. Aşamalı oynayırsınızsa əgər Edgar 11 səviyyə hiper şarjınız varsa Edgar işləsin. Çünki həqiqətən çox güclü olur. Bu arada ikinci olub. İndi mən ancaq Edgar oynayaraq və bu 980 olduq dostlar. Mən ancaq Edgar oynayaraq gizemli aşamaya çıxmışam. Edgar burada 330'da kupadır. Edgar'ın aks olaraq qalxanını seçin. Mən bunu seçirəm. Amma bilmirəm də işə yarayır yoxsa yaramır. Kalkanı unutmayın. Kalkan çox lazımdır. Burada da mən bunu seçirəm. Çünki 1490 hasar verir. Burada da Edgar düşmanlarına verdiği hasardan 30 daha çox sağlıq kazanır. Bu da yaxşıdır, amma onsuz da Edgar çox sağlıq kazanır da, vacib deyil. Son 2 maç bu prestij 1 eləməyə. Görək də necə olacaq. Of, inşallah udarıq. Udanməsə, yəni, əgər 10-cu olsaq var ya, çox yəni ağlamağa yaxındır da, yəni çox dost olaq 8 bit. Ben bu divar birinci sıkırım, bu divar əngəl olur. Buradakı 8 bitdən dost olmağa çalışıram, amma olmur da. Neyse, ben burada bir daha pusum. Gələni öldürəcəm. Yes. Son 2 maçda əgər uçsaq da, ikinci olsaq 2 dəfə üst-üstə oluruq. Amma 4-cü ya da olsaq olmuruq da, yəni dostlar. Bir saniyə gözləyin. Hə, uşaqlar gəldim. Məndə ulti atdı, amma yaxşı ki mənə dəymədi də. 5-ci olmaq istəyirəm, amma çətin olacaq. Bəlkə 3-cü olsaq 2 dəfə üst-üstə tamamlaya bilərik. 3-cü. Bir nəfər də ölsə çox yaxşı olar. Yes, yes. 3-cü olsaq süper olar ya, vapşi. Süperin süperi. Of. Bu çox gözəl oldu da indi. Və öldük, amma yenə də 2-ci oldu. Bu çox qəşəng şeydi bizim üçün. Və 994 kupa. Son maç. Son maç bunu prestij 1 eləməyə. Getdik. 6 kupa lazımdır. 4-cü də olsaq oluruq, amma 5-ci olsaq olamayacağıq. İnşallah 4-cü olarıq. Amma 1-ci də olsaq, yəni nəysə olduq da, yəni də. 5-ci olsa biraz 996 kupa olacaq. Amma kazanma serimiz duracaq, ona görə rahat olacaq. Böyle Colt oradadır. Biz yenə burada kimsə yoxdur. Biz burada pusaq deyirəm, amma Colt gördü. Colt bir rahat bırax da bizi, nə olar. Nani də buradan darlayır bizi. Çətin olacaq bu maç yəsən. Nani darlama, Nani darlama, Nani darlama. Nani yox, Nani yox. Nani son maç, nə olar eləmə bunu. Nani.
Ne olur eləməməm bunu. Ne olur ay nani, ne olur. En azından 5-ci olaq, kazanma serimiz dursun. Yoxsa çox çətinləşəcək. Hə 5-ci yaxşıdır yəni, yaxşıdır. Öldür, yes. Yes və 20-ci prestij aldıq. Yes, yes, yes. 20-ci prestij aldıq dostlar. Çox mutluyam. 20-ci prestij. Oy be, yaxşı ki. Sonunda bundan bir ay əvvəl 33.000 kupalı qariban idim. İndi 48.000 kupalı proyum. Exalter'ini keçmişəm deyim. Və oldu be, oldu be, oldu. 20-ci prestij bulla olduq dostlar. 1009 kupa bulumuz və 48.406 kupa olduq. Gəlir animasyon Bulldozer ünvanı geldi. Şöyle keçdik. Yes be. 20. prestij olduk da. Yes. Prestiji bir bol. 20. prestijimizi aldık sonunda. Yes. Sonunda be, sonunda. Şöyle 20. prestij. Yes. 20. prestij oldu. Toplam prestij 20. Bundan sonra Larry ve Lovely, bir de Daryl, bir de French'i kasmağı düşünmürəm. French'i kasmayacağım ama bu ikisini kassın. Bir de Jesse Fritzer'ı kassın, Melly'ni kassın. 20. prestij olduk be. Buradaki ödülümüzü de alaq. Neydi buradaki ödül? 200 altın. 20. prestij. 20 prestij olduk. Yes. Sağ olun dostlar. Videoya abone olup like atmayı unutmayın. Sağ olun.